bizim başımıza hərbi avadanlıqlar əli ilə dünyacasına büyük gəmilərlə, büyük okuyanlardan yaradacaq küləklər, sellər və daha çox yeraltı təkan və zəlzələlər. Bu zəlzələləri yaradıb, şəhərləri dağıdıb, insanların həyatını puç eləməkdən ötürü bu kimi şayələri 7 planet bir. Planetlər işi var olduğunu da biz kitablardan oradan buradan oxuyaraq öyrənmişik, bilirik. Hələ bəlli deyil o planetlərdə var ya yox. Bizi əvvəl nə tərk edildi, Latayşı Tarelkalara vaxt var idi, inandırırdılar ki, Latayşı Tarelka var, nə bilim nə var. İndi görülür ki, hamısı hərbi gəmilərdə Amerikanın və Rusiyaya aid olan. Nəsə dostlar, heç kim göydə deyil, hamı yerdədir. Mən də sizə demişdim ki, qorxma, çünki bu hisslərə çox adam var idi ki, belə şeyə inanmaq istəyirdi. NASA bunu deyir, o deyir, bu deyir, qorxu olanlar da var idi. Mən çox adam bilirəm ki, şəxsən bu qorxu olan. Mən demişdim ki, elə bir şey bizi gözləmir, olmayacaq. Və olacaqsa, bundan sonraki aylarda, illərdə dünyada yaradacaq olan büyük sellər, küləklər və zəlzələlər. Onlardan qorumaq üçün axtarın öz yollarınızı. Allah sizi qorusun. Bu 12 avqust. Səpasağlam hər şey öz işində, gücündə. Bəzilər maşın yağı dəyişir, bəzilər nə bilim orada oturub oyun oynayır. Nə bilim, o blogerlər ki var idi, boş-boş hava bıraxır, hava al, hava od, hava al, hava od deyənlər. İndi dərindən bütün yığdığı havaları onların saytlara da bırax ki, o enerjiden danışaraq cəmiyyətin cibinə girən bəzi bu enerji belə gələcək, ya bu planetlər bir düzəcək, onda bu təzə dünyaya gələcək, hepsi boş-boş şeylərdir. Bəzi insanların numerologiya yaradılmış, yalandan bu kimi bəzi şeylərin yazdığı uymadı. Varsa his var, doğruluq odur, bir də enerji var. Enerji necədir? Enerji özü də bir elmdir. O barədə mən başqa vaxt əməlli sizə danışacağım. Və enerji adı ilə bir də yalan danışan psixoloqlar var, özləri film qazanarak pul qazanmaq üçün. O şeylərə inanan kəslər bugün 7 planet bir araya gələcək, təzə dünya gələcəyini deyirdi. Dünya həmən dünyadır, saniyələr keçib, heç kim də göyə zata uçmayıb, heç bir dəyişiklik də yoxdur. Heç olmasa 7 planet bir araya gələndə bir neyse bir az da olsa cüzük değişiklik olmalıydı. Güneş tutulmalıydı burada. Yoktu bu şeyler. Bunlara bizi mason, dünya idarə edən güclər ona göre inandırırlar ki, gələcəkdə baş verəcək zəlzələlər bununla əlaqələndirsin diye görəcəksiniz. Deyəcək ki, 7 planet bəli biz bir araya gəldik, bəzilər görmədi, hansısa şəhərlərdə, hansısa ölkələrdə bunu gördü və baş verəcək zəlzələlər yer səmtindən çıxdı deyə bizi inandıracaqlar. Əslində bunu hərbi avadanlıqları ilə edəcəklər. Çünki məqsədi insan azaltmaqdır, məqsədi şəhərləri çökərtməkdir, təzə dünya yaratmaqdır. Onun üçün yavaş-yavaş ona doğru gedir. Bu kimi şeyləri tez-tez bizə deyəcək. Ay yerə doğru nəsə düşür, ay yer nəyinəsə toqquşur. Biraz da bu yerində külək əzab kimi şeylər yaradacaqlar, eləyəcək, insanlara inandıracaqlar ki, çünki zəlzələlər qəsdən törətdiyini insanlar inanmasın deyə. Və inansın ki, həqiqətən də yer səmtindən çıxıb və zəlzələlər baş verir, insanlar ölür. Bizi ona inandırması üçün bu kimi şayələr tez-tez daha bundan sonra buraxacaqlar və hər bu sahələrdən sonra da büyük zəlzələlər və sellər və uraqanlar bu kimi şeylər yaradacaqlar. Allah sizi qorusun mason oyunlarından, dünya idarə edən güclərindən. Sağ olun.